ən xoşuma gələn ayələrdən. Bu ayəni bütün möminlər hacət üçün oxuyurlar. Heç mənasını bilmədən də bəlkə də bəziləri. Bu ayə ən sevimli ayələrdəndir. Allahın Rəbliyini şiddətlə göstərən ayələrdəndir. Amma biz bunun mənasını başa düşmədən zikr edirik ki, hacətlərimiz qəbul olsun. Olsun, oxuyaq, o da yaxşıdır. Amma mənasına baxaq, hələ bir görək nə deyir. Əmmən yucibul muzdarra izə da'ahu və yakşifuz-zu və yec'alukum xulafa'el ars innallah ilahun ma'allah qalilan ma təzəkkər. Buyurur ki, kimdir ki bir çətinlikdə olan, müşküldə olan, çağıranda ona cavab verən. Bax, bir çətinlikdə, müşküldə olanın o çağırışına cavab verən kimdir? Belə deyir. Və yakşifus-su və ona o çətinliklərdən nicat verən kimdir? Mənəm. Demək istəyirəm. Sonra buyurur ki, ilahun ma'allah, Allahdan başqa ilah var. Sonra buyurur ki, qalilən ma təzəkkər. Çox az düşünürsünüz bu barədə. Siz çox az düşünürsünüz ki, sizin insanın ümumiyyətlə ən belə deyək ki, insan üçün ən mühüm şey bilirsiniz nədir? Çətinlik yani. Yəni insan çətinlikdədirsə, vəssalam da onun əlində olanların heç biri onun gözündə deyil. Allah həmən vaxtı ki, mən sənin yanındayım. Bax, ən çətin, ən kritik andır insanın çətinlikdə və sıxıntıda olan anı. Allah buyurur ki, ey bəndələr, məndən nə üçün qəflətdə olursunuz? Əmmən yucibul muzdarra izə da'ah və yakşifus-su